Salam əziz izləyicilər. Yenə test 2, reading part 5, questions 25 to 30. Burada Elizabeth Daniel'a e-mail yazır. Boşluqları yəni öz kafamızdan deməli bu sözləri. I've just moved into our new home. Yeni evimizə köçdük. Move into bunu verib variantı verib özü. It's very burada near the sea yazanlar olur. Near to ilə işlənmir. Onun sinonimi close to'dur. Close to ilə işlənir. Yaxın mənası var, yəni close to'nun. Close eyni zamanda sifət kimi close friends, yəni yaxın mənasında orada da işlənə bilir. It's also really big, olduqca böyükdür. Burada problem nədir? Burada boşluğu burada yox, burada verməlidir. Səhv gedib. It has got olmalıdır burada. It has got 3 floors and a large garden. Var bunlar. I have my own room now. So I don't. To var yəni burada. Çox işləkdir bu. Have to. Have to. Mallı məli kimi məcburiyyət hiss elətdirir. Amma don't have to mənası dəyişir. Needn't mənasındadır. Yəni əslində onun əksi deyil bir mənada. Ehtiyac duymursan o şeyə. I don't have to share it with my brother anymore. Artıq onu qardaşımla paylaşmağa ehtiyac yoxdur mənasında. We still need to buy our bed, so we are. Hələ də lazımdırsa çarpayı, deməli hara gedirik? Biz we are dediyinə görə to be feilin forması. Deməli burada davam edici zaman işlənməlidir. Feil going, yəni ing şəklində olmalıdır. Mebel salonuna gedirik. I might get a double bed because this new room is. Burada da yenə çap xətası var. Birincisi burada larger'dır və larger'dan sonra boşluq olmalıdır. Boşluq burada yox, burada olmalıdır. Larger than olacaq. Burada xəta, 2-dən artıq xəta var. I am sending you, sənə göndərirəm photos, yəni məsələn bir neçə mənasında some photos so you can see all the rooms, özün görəsən deyə.